Salam dəyərli izləyicilər. Deməli bugün belə bir üçbucaq sualının həllinə baxacağıq. Demək bizdən soruşur KN məsafəsi. Yəni KN-ə bir x desək, həmin bu x məsafəsini bizdən soruşur. Keçək həllimizə. Deməli ABC üçbucağında AN tənbölən olduğuna görə onda B-nə bir M deyək və bura tənbölən xassəsini tətbiq edək. Tənbölən xassəsinə əsasən 8-in M-ə nisbəti bərabərdir 6-nın 3-ə nisbətinə. Buradan da çarpaz vursaq 6M bərabərdir 24, M də bərabərdir 4 alınmış olur. ABN üçbucağına baxsaq, həmin bu üçbucaqda BK bizim tənbölənimizdir. BK tənböləndirsə, onda bura x desək, burada bir y ilə işarə etsək, onda tənbölənin xassəsinə görə 8-in 4-ə nisbəti bərabərdir y-in x-a nisbətinə. Buradan da 4y bərabərdir 8x-a, y də bərabərdir 2x alınmış olur. Y 2x-a bərabərdir. Ümumi olaraq ABC üçbucağında AN tənböləninin uzunluq düsturundan istifadə etsək, bərabərdir. Onda 8 vurulsun 6, çıxılsın 3 vurulsun 4. O da bərabərdir 48 çıxılsın 12. 36. Demək, AN-in kvadratı 36-dırsa, AN-imiz özü bərabərdir 6 olmuş olur. Ümumi AN 2x ilə x-in cəminə bərabər olduğuna görə 2x plus x-imiz bərabərdir 6-ya, x də bərabərdir 2 alınmış olur. Bizdən də KN məsafəsini soruşurdu, yəni x-i soruşurdu. Cavabımız olur B variantı 2.